55-ci suala baxıram. 55-ci sualda AMC qövsü və DMB qövsünün dərəcə ölçüləri verilib. OK 6-dır və AK-nın tərəfini soruşur. AK-nın uzunluğunu soruşur. Deməli, nə edirik? DKB bucağına alfa dedik. Vətənlərin əmələ gətirdiyi bucağı tapmaq üçün yazırdıq. Alfa bərabərdir. DMB qövsü dərəcə ölçüsü üstə gəlsin. AMC-nin dərəcə ölçüsü bölünsün 2-yə. Buradan da DMB-nin dərəcə ölçüsü 90 üstə gəl. 30 böl 2 olacaq 60 dərəcə. Demək, aldıq ki, bu bucaq 60-dır. 60 dərəcə. Və biz nə edərik? Demək, çəkirəm, O ilə A-nı birləşdirirəm. O ilə A-nı birləşdirəndən sonra baxırıq ki, AOC bucağı da AMC qövsünə söykənib, AMC 30-dur və AOC də mərkəzi bucaq olduğundan burada 30-dur. 30, 60-ın qoyuncusu 120, 120. Onda AOK üç bucağında. Bu tərəfdə, bu bucaqda 120-dir, A bucağı da. Daha doğrusu, bir saniyə buranı təmizləyəm. A bucağı da olacaq 30 dərəcə. Çünki AOK bərabər yanlış bucaq olur. Təpə bucaqları 120-dir. AOC, AMC qövsünə söykəndiyi üçün 30 dərəcə oldu. Yəni, mərkəzi bucaq uyğun qövsün dərəcə ölçüsünə bərabərdir. 30 dərəcə. 120, 30, onda A bucağına da 30 qalır. Belə çıxır ki, AOK üç bucağı bərabər yanlış bucaqdır və AK bərabərdir OK-ya. OK da bizdə 6-dır. Deməli, AK da 6 olacaq C bəndi. Baxıram 57-ci sual. 57-ci sualda ki, mərkəzləri O1 və O2 nöqtələrində olan çevrələr B nöqtəsinə bir-birinə toxunur, xaricdən toxunurlar və BD 6 olarsa, ortaq toxunan çevrələrin toxunma nöqtələrarası məsafəni tapın deyir. Toxunma nöqtələrarası məsafə, yəni bizdən AC-ni soruşur. AC məsafəsini. Bunun üçün nə edərik? Deməli, bu məsafəni bizə verib 6. BD 6-dır. BD də toxunanda, AD toxunanda, toxunanlar toxunma nöqtəsinə qalan məsafələr bərabərdir. Onda AD 6 olur. Eyni zamanda BD toxunan və DC də kiçik çevrəyə toxunur. Bu zaman onda DC də 6 olur. Və AC də olacaq 6 üstə gəl 6 bərabərdir 12-yə. Baxıram 59-cu sual. 59-cu sualda MN toxunandır və B təpəsindən AC-yə tərəfinə paralel MN toxunanı çəkilib. CBM bucağı 65 dərəcədir. Bura 65-dirsə, onda bura bir N yazaq. Deməli, BNC qövsü də olur 130 dərəcə. BNC 130-sa, buna söykənən A bucağı olacaq 65. Çünki yarısı olur. Digər tərəfdən biz bilirik ki, deməli, toxunandısa, buradan çevrə mərkəzini birləşdirsək, bir saniyə baxın. Diametrdə çəkib baxa bilərdi, amma gəlin elə paralellikdən istifadə edək. Paralellik verilib, MN-in AC-yə paralel olması verilibsə, onda burada Z hərfini görürük. Baxın, Z hərfin. Bu zaman, belə çəkək. Deməli, Z hərfinə görə bura 65 isə, burada 65-dir. Yəni, çarpaz bucaqlar sayılır. 65. 65, 65, 130, təpə bucağı da qar 50 dərəcə. Bizdən nə istəyirdi? AMC qövsünün uzunluğu. ABC-nin söykəndiyi qövs AMC-dir. ABC bucağı 50-dirsə, onda AMC qövsü də 50-nin 2 qatı, yəni 100 dərəcə. Baxıram 60-cı suala. Mərkəzi O olan çevrədə CD bətəri AB diametrinə paraleldir. CD 5-dir. DMB qövsü də 60-dır. DMB qövsü 60-dırsa, onda bu mərkəzi bucaq olduğuna görə bu bucaq da 60-dır. Və digər tərəfdən CD AB-yə paralel olduğuna görə daxili çarpaz bucaqlar da bərabərdir. Burada 60. Yəni CD ilə AB paraleldir və OD də kəsəndir. Kəsənin əmələ gətirdiyi çarpaz bucaqlar bərabərdir. Buradan çəksək OC xəttini, bu da radius olur. Deməli, CO bərabərdir OD-yə, o da bərabər radiusa. Radius olduğuna görə, deməli, bu COD bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağa görə burada 60 dərəcə, 60, 60, onun təpə bucaq da 60 olur. Və olur bərabər tərəfli bucaq.
Bərabər tərəflidirsə CD 5 idi, burada 5 və burada 5. Bizdən də AB-ni istəyir. Radiusumuz 5 olduğuna görə AB də diametrdir. Yəni 2 radiusa bərabərdir. Olacaq 10. Baxaq 61-ə. Baxıram 61-ci suala. Bura A verib bizdə, Y verib buranı. Buranı D, O, C, B. Burada bir N yazılıb. Deyir AB və AC kəsənlərdir. OCD bucağı OCD. OCD bucağı 50 dərəcədir. Bura 50 dərəcə yazaq. Və BNC qövsü 60-dır. BNC 60-dırsa, BNC yazıram 60. BNC 60-dırsa onda O bucağı da BNC qövsünə söykənir və mərkəzi bucaq deyə 60 olacaq. Bura belə. BAC bucağı bizdən istəyir. BAC bucağına da bir alfa yazaq. Alfanı bizdən istənir. Radiusları yazıram. Hər birinin radius kimi qeyd eləsəm. OD bərabərdir OC-yə, o da bərabərdir OB-yə. Hər biri radiusdur. Onda 3 bucaq DOC-yə baxsaq, 3 bucaq DOC-də OD OC-yə bərabər, deməli bərabər yanlıdır. Burada 50-dir. Bu 50-dirsə 50, 50, 100. Təpə bucağı qarşı 80. Təpə bucaq 80-dir. Və bucaq AOD-ni tapsaq, bucaq AOD ilə bərabər olacaq. AOD, bu tamı açıq bucaqsa, deməli 180-dən çıxaram, 60 üstəgəl 80. O da eləyəcək 40 dərəcə. Deməli AOD də oldu, bu bucaq da oldu 40 dərəcə. Burada 40 yazaq, çöldən yazaq. 40 dərəcə. Digər tərəfdən 50 dərəcənin qonşusu da olur 130 dərəcə, 130 dərəcə. Yəni bucaq ADO da oldu 130 dərəcə. Onda 3 bucaq ADO-ya baxsaq, D bucağı 130, O bucağı 40. Onda alfanı tapmaq üçün 180-dən çıxaram, 130 üstə gəlinsin 40-ı. Bu eləyəcək 10 dərəcə. 63-cü sualı həll edirəm. 63-cü sualda belə yaza bilərik. Deməli, belə tam birləşdirirəm. Bunu niyə birləşdirdik? Biz bilirik ki, dörd bucaqlının daxilində, xaricini çevirib çəkiləndə onun qarşı bucaqlarının cəmi 180 dərəcəyə bərabər olur. Ona görə ABC-ni tam çəkdim ki, dörd bucaqlıya tamamlansın. AOCB də dörd bucaqlıdır. Ancaq bu dörd bucaqlıda çevrənin daxilinə çəkilməyib. Daxilində də ancaq təpələr toxunmur da. Deməli, qarşı bucaqlarının cəminin 180 olması üçün bütün təpələr çevrəyə toxunmalıdır. İndi baxaq. ABCD dörd bucaqlısı çevrənin daxilinə çəkmiş dörd bucaqlı oldu. Deməli, bucaq B ilə bucaq D-nin cəmi 180 olmalıdır. Onda bura 70 dərəcə olur. Və biz bilirik ki, ADC daxil çəkilmiş bucaqdır. AOC də mərkəzi bucaqdır. Mərkəzi bucaq həmişə daxil çəkilmiş bucağın 2 misli olur, yəni 140. Amma eyni qövsə söykənən. Baxın, eyni qövsə söykənən mərkəzi bucaq daxil çəkilmiş bucağın 2 misli olur. Bu şəkildə. 64-cü suala baxıram. 64-cü sualda AMB qövsünün dərəcəsi 130-dur. Və alfa 16, beta 20 qammanı soruşur. Şəklini çəkmirəm. Biz bilirik ki, daxil çəkilmiş bucaqlar olan qövsün yarısıdır. Onda AMB qövsü yazıram. AMB qövsü bərabərdir. Bərabərdir. Alfa bucağına söykənən qövs 2 alfa. Beta'ya söykənən qövs 2 beta və qammaya söykənən qövs 2 qammanın cəminə bərabərdir. Deməli, 2 qammanın cəminə bərabərdir. Buradan da AMB qövsü 130 dərəcədir. 130 bərabərdir. 2 alfa üstəgəl 2 beta üstəgəl 2 qamma. Hər tərəfini 2-yə bölsək, alfa üstəgəl beta üstəgəl qamma bərabərdir 65-ə. Alfa ilə betanın qiymətləri var. 16 üstəgəl betamızda 20 üstəgəl qamma bərabərdir 65-ə. Buradan da qamma bərabərdir 65 çıxılsın 36. Qamma da bərabərdir 9, 29-a. Baxıram 65-ci sual. 65-ci sualda ABO verib 60 dərəcə və ACO verib 30 dərəcə. Buranı da 30 dərəcə verib. Və OMC bucağını istəyir. OMC bucağına da bir beta yazaq.
Betanı istəyir. Bu beta sonra bunun qarşılığı da betadır. Bu şəkildə yazaq. İndi baxaq. Bura bir alfa deyirəm. Alfa desəm. BOC mərkəzi bucaqdır. Mərkəzi bucağın söykəndiyi bu BC qövsü olacaq alfa. Digər tərəfdən bu BC qövsünə BAC bucağı söykənir. BAC bucağı daxil çəkilmiş bucaq olduğuna görə alfanın yarısı olacaq. Yəni alfa bölü 2 olacaq. Alfa bölü 2. Bu zaman deməli alfa bölü 2 üstəgəl 60 üstəgəl beta bərabər olur. Beta üstəgəl alfa üstəgəl 30-a. Yəni ikisi də hər ikisinin cəmi 180 olduğuna görə bir-birinə bərabərləşdir. Buradan beta islah olunur. Alfa bölü 2 üstəgəl 60 bərabərdir alfa plus 30-a. Hər tərəfini 2-yə vursam alfa plus 120 bərabərdir 2 alfa plus 60. Buradan da alfa olur 60. Alfa 60'dırsa bizdən hansı bucağı soruşur? Bizdən OMC-ni, yəni betanı istəyirdi. Betanı istəyir. Bu zaman betanı tapmaq üçün baxırıq. Alfa 60 oldusa, 3 bucağın daxili bucaqların cəminə baxsaq, alfa plus beta plus 30 bərabər idi 180. Alfa yəni 60 plus beta plus 30 bərabərdir 180'ə. Onda beta da olacaq 90 dərəcə. Məsələn, betamızda oldu 90 dərəcə. Baxıram 68-ci suala. 68-ci sualda bizə deyir ki, ABC bucağı 30 dərəcədir. Bura 30 dərəcədir. Və PAOC də 18-dir. Onlarsa çevirən radiusunu istəyir bizdən. Radius sual. İndi bir O nöqtəsi qeyd edək, çevirən mərkəz nöqtəsi və AOC-ni yaradaq. Bu olsun bizdə AOC. Üç bucağı AOC-nin perimetrini 18 verim. Baxsaq, B bucağı 30'dur. 30'a söykənən bu AC qövsü, bura bir en yazaq. ANC qövsünün dərəcə ölçüsü 60'dır. Deməli, ANC-nin dərəcə ölçüsü olacaq 60 dərəcə. ANC 60'dırsa, onda AOC bucağı da söykənir ANC qövsünə, ona görə mərkəzi bucaq olduğundan elə 60'a bərabər. Digər tərəfdən AO bərabərdir OC, o da bərabərdir radius olduğundan. Bu bərabər yanlış bucaqdır. Bərabər yanlış bucaq olduğundan 180'dən 60'ı çıxsaq, 120, hər biri 60 dərəcə olacaq. Onda AOC olur bərabər tərəfli bucaq. Bərabər tərəfli bucaq olduğundan bunların hər biri radiusda bərabərdir. Onda perimetri 18'dirsə, buradan yazıram. Perimetri 18'dirsə, 3 R bərabər olur 18'ə, R də bərabər olur 6'ya. Radiusunu soruşurdu, o da 6. Baxıram 70-ci suala. 70-ci sualda deyir ki, A, B və C nöqtələri mərkəzi O olan çevre üzərindədir. OCA 40 dərəcədir. Bura O nöqtəsidir bir. O nöqtəsi. Bu OCA 40 dərəcədir. Bizə deyir ki, ABC-nin böyük qiymətini tapın. ABC-nin böyük qiyməti nə demək? Yəni ABC böyük də ola bilər, kiçik də ola bilər. Burada iki halada baxaq, həm böyük, həm kiçik tapaq birinci. Baxıram, demək B nöqtəsi burada olsun. Burada olsa bir dənə belə birləşdirsək, O-la A-nı, deməli onda burada radiusdur, burada radiusdur və 40'dırsa burada 40'dır. Bu 40'dırsa 40, burada 100 olur. 100, onda bu biri en yazsam ANC qövsü olacaq 100 dərəcə. Mərkəzi bucaq olduğuna görə o mərkəzi bucağa söykəndiyi üçün 100 dərəcə. Yəni mərkəzi bucağa bərabərdir. İndi bizdən nə istəyir? ABC-nin böyük qiymətini istəyir. ABC-nin. Bunun üçün deməli bir saniyə. ABC-nin böyük qiymətini. Baxaq. Bir belə çəkək, bir də belə. Bu ABC bucaq oldu. ABC bucağı. Əgər ANC 100'dürsə, ABC də daxili çəkilmiş bucaq olduğu üçün 100'ün yarısı olacaq 50. Bu kiçik qiymətidir. İndi biz tapaq ABC-nin kiçik qiymətini. Bunun üçün bu dəfə B nöqtəsində burada yox, bu hissədə yox, burada qeyd edək. Deməli, B nöqtəsi olsun burada.
B nöqtəsi burada olsaydı, bizə deyir ki, bir saniyə bu çəkdiklərimi silim. Onu göstərmək üçün çəkdim ki, nə zaman kiçiyor, nə zaman böyük. Baxaq. B nöqtəsi burada olsaydı, indi buradan ABC bucağını yaradaq. Bu bir. Bu da bir. Aha. Bir də bu şəkildə ola bilərdi. ABC bizdən bu bucağı istəyərdi. Əgər biz bilirik ki, bu AC qövsü 100 dərəcədirsə, onda bu ABC, bura bir M yazaq. Buranın B'sini də silim. Aha. Burada bir M yazıram. Onda AMC qövsü də olacaq. 360'dan 100 çıxanda 260. 260 və bucaq ABC də daxili çəkilmiş bucaq olduğuna 260'ın yarısı, yəni 130 dərəcə. Baxıram 72-ci suala. 72-ci sualda qövslərin dərəcə ölçüləri nisbətləri verilib. Deməli, AMB 3K, BNC 5K, CKD 8K, DLA da 2K'dır. Bunların cəmi 360 olmalıdır. Yəni 3K üstə gəlinsin 5K, üstə gəl 8K, üstə gəlinsin 2K bərabərdir 360'a. Buradan da 16, 18K bərabərdir 360. K da bərabərdir 20'ye. K 20. Deməli. 360, K da 20. Düz yazdıq. K 20'dir. K 20'dirsə, bizdən CKD bucağının dərəcə ölçüsünü istəyir. Bu bucağa bir alfa yazaq. CKD'nin dərəcə ölçüsünü istəyir. CKD'ni tapmaq üçün, yəni alfanı tapmaq üçün biz AMB qövsünün dərəcə ölçüsü ilə toplamalıyıq DKC-ni bölməliyik 2'yə. Xəstəsinə görə vətərlərin əmrə gətirdiyi bucağın tapılması düsturuna əsasən. Aha, burada da AMD qövsü. AMD qövsünün dərəcə ölçüsü 3K idi. Yəni bura 3K idi bizdə. Və DKC. DKC də, yəni CKD də 8K idi. Burada 8K idi. 3K ilə 8K toplasaq 11K böl 2. K da 20'dir. Yəni 11 vur 20 böl 2. Bu deyəcək 110 dərəcə. Baxıram 74-cü suala. 74-cü sualda iki mərkəzi O nöqtəsində olan çevrədə AB kəsəndir. AC toxunan çəkilib. BC qövsünün uzunluğu 28'dir. DC qövsünün uzunluğu isə 8 cm olursa BAC bucağını tapın deyir BAC. Burada bir alfa deyək. Yəni bizdən alfanı istəyir. Mən nə edirəm burada? O ilə C-ni birləşdirərəm. O ilə C-ni birləşdirsək. Baxaq. Deməli, mərkəzdən çəkirdiyi toxunana perpendikular. Bunu da qeyd edək. Bundan sonra baxıram. Deməli, BOC-nin uzunluğu, BC qövsünün uzunluğu 28'dir. Bura 28 verib. DC qövsünün uzunluğu da 8 verib. Buna da 8 verib. Bura bir alfa 1 deyirəm. Burada bir alfa 2. Deməli, alfa 1'in alfa 2'yə nisbəti bərabərdir L1'in L2'yə nisbətinə. Burada bərabərdir. L1'imiz 28, L2'miz də 8. İxtisar gedəndə qalır. 4'ü ixtisar aparsaq 2'də 7. Onda alfa 1'im 7K, alfa 2'im 2K. Alfa 1 ilə alfa 2'nin də cəmi 180 olmalıdır. Yəni 9K bərabərdir 180'ə, K bərabərdir 20'yə. K 20'dirsə, onda alfa 2'im bərabərdir 40'a. Alfa 2'im 40. Bura 40 dərəcədirsə, buranı təmizləyək. Alfa 2'nin yerinə yazıram 40 dərəcə. Bura 40, 90. Deməli, baxıram AOC üçbucağına. 40, 90, onda alfa da olacaq 50 dərəcə. Baxıram 76-cı suala. O çevrilən mərkəzi BAD bucağı 78'dir. BAD 78'dir və CAC ilə deməli diametrdirsə, diametrdir. ACD bucağı da ACD 54'dür. Bura 54'dür. ACD 54'dür. Bizdən CAB-ni soruşur. Biz bilirik ki, 4 bucaqlının xaricinə çevrə çəkəndə onun daxili qarşı bucaqların cəmi 180 olmalıdır. Yəni bucaq A-nın, bucaq C-nin cəmi olmalıdır 180. Bucaq A-mız 78 isə 78 üstə gəlsin bucaq C bərabərdir 180-ə. Buradan da bucaq C bərabərdir 180, 78 çıxanda 102 dərəcə.
Bucaq C 102-dir. Bucaq C 102-dirsə, onda bir tərəf 54-dirsə, 102-dən də 54-ə çıxsaq, eləyəcək 58. Deməli, bu hissədə 58 dərəcədir. Daha doğrusu 58 yox, səhv hesabladıq. 58 yox, 50 deməli. Aha, bunu çəkək. Olacaq 8, 48 dərəcə. Oldu 48 dərəcə. Bu da belə, deməli ACB bucağı da 48-dir. Sonra biz bilirik ki, diametri söykənən bucaq düz bucaqdır. AC diametri sonda bu bucaq da düzdür, bu bucaq da düzdür. Bizdən də CAB bucağını istəyir. CAB bucağını tapmaq üçün 48, 90, onda burada olacaq 42 dərəcə. 180-i tamamlamaq üçün. CAB də oldu 42 dərəcə.